Beşinci nümunə maz ünsürü, maz iki cür ünsürü. Biz buna həm sözün ortasında, həm də sonunda rast gələ bilərik. Və bütün hallarda yenə bir heca təşkil edən maz iki şəkilçidən ibarətdir. M inkar və az zaman şəkilçisi, az şəkilçisindəki z, ar şəkilçisindəki r-nın dəyişməsidir və qaydaya görə ikinci, üçüncü şəxsdə deməli ar şəkilçisindəki r hərfi z hərfi ilə əvəzlənir. Yəni hərf əvəzlənməsi kimi bu orfoqrafik qaydadır. Məsələn, oxumaz sözünə baxırıq. Sözün sonunda maz ünsürünü görürük biz. Biz bunu təsdiqə salsaq, az arla əvəzlənəcək, oxuyar. Və oxuyar deyəndə artıq yenə m kənarlaşacaq və deməli m özü ayrılıqda bir şəkilçi olacaq, az isə zaman şəkilçisi olacaq. Deməli, oxumaz sözündə m deməli oldu inkar şəkilçisi saytını itirib, az isə r-z əvəzlənməsinə uğramış, deməli qeyri-qəti gələcək zaman şəkilçisidir. Beləliklə bir heca təşkil edən deməli iki şəkilçi ifadə olundu.